Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Надеюсь, у вас все хорошо. Мы с вами будем сегодня снимать 27-й урок из 2 класса. Это новая версия. Сегодняшняя наша тема «Я горжусь тобой». Хочу вам отметить, что это уже предпоследний урок этой книжки. Следующий урок последний в этой книжке. И мы с вами начнем уже другую книгу потом снимать. А какую книгу я вам обязательно сообщу. Сегодня наше первое задание по этой теме ответить на вопросы, как всегда, по картинке. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalıma, Rus dili dərsləri. Ümidvaram sizdə hər şey yaxşıdır. Biz sizinlə 27-ci dərsi çəkirik bu gün. Mən səninlə qürur duyuram mövzusudur. Qeyd edeyim ki, bu demək olar ki, son 2 dərs qalıb. Bu dərs və bundan sonraki dərs sonuncu dərsdir bu kitabdan. Sonra bu kitabı bitirib digər kitablara keçid eləyəcəyik. Düzdür, biz bütün kitabları çəkmişik 1-ci sinifdən 11-ci sinifə qədər. Amma bəzi siniflərdə orada bir neçə kitablar var. Bəzən məktəblər fərqli kitablar seçir. Kiminki sinifində və yaxud da məktəbində rus dili 1-ci xarici dil kimi gedir, biraz başqa cür kitab olur. Bəzi məktəblərdə ingilis dili 1-ci xarici dil kimi gedir. Ona görə rus dili yenə biraz fərqli olur. O baxımdan baxacağım, hansı kitablardan qalıbsa mütləq xəbər eləyəcəm ki, o kitabları çəkəcəyik, hansılar ki qalıbdır. Belə, yenə indi başlayaq dərsimizə. Birinci dərsimiz həmişəki kimi, daha doğrusu birinci tapşırığımız bizim olacaq sizlə suallara cavab verməkdir. Şəkil üzrə gəlin başlayaq. Первый вопрос. Что вы видите на картинках? Deyir ki, siz şəkildə nə görürsünüz? На картинках мы видим города Azərbaycana. Şəkildə biz Azərbaycanın şəhərlərini görürük. Burada konkret də deyə bilərik nə görürük, amma digər suallar var deyə onlarda daha konkret deyəcək hansı şəhərlərdir və yaxud da nədir bu. Ona görə ümumi belə burada deyə bilərik ki, на картинке мы видим города Azərbaycana. Второй вопрос. Какой город на первой картинке? Deyir, birinci şəkildə hansı şəhərdir? Deyirik, город Baku. Və yaxud da tam cavab veririk. На первой картинке город Baku. Третий вопрос. Какой город на второй картинке? İkinci şəkildə hansı şəhərdir? Deyirik ki, на второй картинке город Şuşa. Yaxud da город Şuşa. И третий, и последний вопрос. Какое озеро на третьей картинке? Deyir, hansı göldür? Üçüncü şəkildə озеро Göygöl. Или на третьей картинке озеро Göygöl. Второе задание. Прослушайте, повторите. Biz bunu dinleyip hələ ki təkrar edə bilmirik. Dinləmələr internetdə yoxdur. Третье задание. Укажите картинки, название которых отвечает на вопрос «что». Nə sualına cavab verən sözləri biz sizinlə deyəcəyik. Burada birinci deyirik qara, dağ. Bu sözü öyrənmiş oluruq. Qara, dağ deməkdir. Burada çoxdur dağlar deyə bilərik cəmdə qoru. İkinci karta. Karta xəritə deməkdir. Üçüncü, burada görürük ki, çay axır, rika, təbiətə lazım olan və yaxud da burada sonsa, günəş, amma ən çox burada çayı nəzərdə tutublar, rika. Burada isə böyük ehtimal ki, göldür, ozera sözü. Demək, ozera, rika, karta, горы. Bax, bu sözləri həm öyrənmiş olduq, həm də bildik ki, bunlar nə sualına cavab verirlər. Следующее задание. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. İndi dialoqları oxuyuram. Sizin üçün tərcümə edirik. Siz də bunu oxşar, mütləq dialoqlar özünüzdə qurursunuz. İlaha, в каких городах нашей родины ты была? İlahə, sən bizim vətənimizin hansı şəhərlərində olmusan? Эльнур, я ездила в Нахчыван. Это очень красивый город. А еще я была в Гедебее. Там тоже чудесная природа. А ты какие города видел? Elnur, mən Naxçıvana getmişəm. Bu çox gözəl şəhərdir. Həm də mən Gədəbəkdə olmuşam. Orada da çox möcüzəvi gözəl təbiət var. Bəs sən hansı şəhərləri görmüsən? Я был в Шамкире, в Генджи. Видел реку Куру. Ездил на озеро Göygöl. Это такая красота. Mən Şəmkirdə, Gəncədə olmuşam. Kür çayını görmüşəm. Göygöl'e getmişəm. Bu elə gözəllikdir ki. Naša rodina прекрасна. Bizim vətənimiz gözəldir. Burada yaxşı ifadələr var. Mütləq bununla oxşar dialoq qurun uşaqlarla. Второй диалог. Папа, куда мы едем?
Ata, biz hara gedirik? Sahilə, сейчас мы едем в Сумгайыт. Это красивый город. Sahilə, biz indi Sumqayıta gedirik. Bu gözəl şəhərdir. Mama, a ты была в Сумгаите? Ana, bəs sən Sumqayıtda olmusan? Нет, sahib, еще не была. Yox, sahib, hələ olmamışam. Мы все вместе погуляем в этом красивом городе. Biz hamımız birlikdə bu gözəl şəhərdə gəzəcəyik. Bu da ikinci dialoqumuzdur. Növbəti tapşırığımız, это пятое задание, укажите соответствие. Burada bizə большой sözü verilib. Большой böyük deməkdir və kişi cinsdədir, istifadə olunubdur. Korova qadın cinsidir deyə bilmərik. Samolyot deyə bilərik. Большой samolyot. Tetradi burada cəmdir deyə bilmərik. Maşina qadın cinsidir deyə bilmərik. Və aeroport deyə bilərik. Большой aeroport. Şkolada qadın cinsdir, yenə istifadə edə bilmərik. Большой samolyot, большой aeroport. Aha, burada dərsimiz bitdi. Hərflər bitdiyi üçün artıq 5 tapşırıqdır, 6-cı tapşırıq yoxdur və bundan sonra testlərdir. Sonuncu dərsimizdir bu kitabın. İndi onu da inşallah çəkib sizlə paylaşacağam. Bugünlük isə bu qədər. Suallarınız olsa mütləq yazarsınız. Nə isə anlamadınızsa mənim deməyimlə. Videonun da əgər biraz sizin üçün tez gəlirsə danışıq. Mütləq videoda ayarlarda sürəti azaldın. Videonu bunu çox deyirlər ki, biraz asta-asta danışın. Mümkün qədər danışıram, amma yenə də nəsə sizin üçün çox belə çətin gəlirsə, ya sual yazın, hansı tapşırıq çətindir, mən onu bir də yazılı formasında yazım və yaxud da ki, videonun ayarlarından sürəti azaldım. Bugünlük isə bu qədər. Gələn dərsdə görüşərik. Sağ olun. До свидания. Увидимся на следующем уроке. Всем хорошего дня. Всем удачи. Пока-пока.